28-ci hissə. Nə olsun? Pierce və William James. Dələ bir ağacın gövdəsindən möhkəmcə yapışıb. Ağacın o biri tərəfində ovçu dayanıb. Hər dəfə ovçu ağacın o biri tərəfinə keçəndə, dələ də cəld əks tərəfə keçir. Ovçu dələni tapmağa çalışır, lakin dələ də ciddi cəhdlə onun gözündən yayınır. Ovçunun dələni ağacın ətrafında dövr etdirdiyini demək düzgün olarmı? Bu haqda bir düşünün. Güman ki, bunu niyə bilmək istəyirsən sualını verəcəksiniz. Amerikan filosof və psixoloq William James dostlarının bu mövzuda mübahisə etdiklərini görmüşdü. Sizin cavabınız onu maraqlandırardı. Dostları cavab məsələsində razılığa gələ bilmirdilər və mübahisəni də elə davam etdirirdilər ki, sanki tapdıqları cavabda hansısa dəyərli bir həqiqət olacaqdı. Bəziləri ovçunun doğrudan da dələni ağacın başına dövr etdirdiyini iddia edirdi. Digərləri isə bununla qətiyyən razılaşmırdılar. Onlar bu mübahisədə Jamesin onlara kömək edə biləcəyini düşünürdülər. Onun cavabı özünün pragmatist fəlsəfəsinə əsaslanmışdı. O belə deyir: Əgər siz dövrə vurmaq deyərkən adamın əvvəlcə şimala, sonra qərbə, sonra cənuba, sonra isə şərqə getdiyini nəzərdə tutursunuzsa, o zaman bəli, ovçu dələni ağacın başına dolandırır. Yox, əgər ovçu əvvəlcə dələnin qarşısında, sonra sağında, sonra arxasında və ən nəhayət solunda dayanırsa, o zaman dələ dövrə vurmuş sayılmaz. Bu nümunə pragmatizmin daim praktiki nəticələrə, ideyanın nəq dəyərinə baxdığını göstərmək üçün idi. Cavabdan heç nə asılı deyilsə, nə qərara gəlmənizdə elə bir əhəmiyyət daşımır. Bu məsələdən və bizim dövr etmək ifadəsini hansı kontekstdə istifadə etməmizdən heç nə asılı deyil. James üçün əhəmiyyət kəsb edən yeganə məsələ, bunun bizim həyatımıza necə təsir göstərməsi idi. Pragmatizm 19-cu əsrin sonlarında Birləşmiş Ştatlarda məşhurlaşmış fəlsəfi yanaşmadır. Əsası da Amerikan filosofu və alimi fəlsəfəni olduğundan daha çox elmləşdirməyə can atan Pierce tərəfindən qoyulmuşdur. Pierce bildirirdi ki, istənilən iddianın doğruluğunu isbat etmək üçün onu dəstəkləyən hansısa bir eksperimentin və ya müşahidənin aparılmasına gərək var. Əgər siz şüşənin kövrək olduğunu deyirsinizsə, bu deməkdir ki, əgər çəkici şüşəyə vursanız, o sınmalıdır. Şüşənin kövrək olması fikrinin doğruluğu məhz bununla isbat olunur. Şüşənin kövrəkliyi ilə bağlı ona zərbə vurduğunuzda sınmasından başqa heç bir gizli xüsusiyyəti yoxdur. Şüşənin kövrək olması faktının görünən heç bir dəlili yoxdur. Onun bu xüsusiyyəti yalnız təcrübə ilə sübuta yetirilir. Şüşənin şəffaf olması isə gözlə qavranılan bir xüsusiyyətdir və bu faktın sübutu üçün təcrübəyə ehtiyac yoxdur. Pierce praktik faydası olmayan abstrakt nəzəriyyələrə nifrət edir. Onları mənasız sayırdı. Onun üçün həqiqət təcrübə ilə sübut ediləcək faktlar idi. Bu, 32-ci hissənin mövzusu olan Ayer'in məntiqi pozitivizminə hədsiz oxşardır. Pierce'in əsərləri geniş yayılmamışdır. William James isə geniş oxucu kütləsinə yaxından tanışdır. O, mükəmməl yazıcı idi. Qısa hekayələr müəllifi olan yazıcı qardaşı Henry James qədər, bəlkə ondan daha məşhur idi. James və Pierce Harvard Universitetində mühazirə oxuduqları dövrdə uzun müddət pragmatizmi birlikdə müzakirə etmişdilər. James bu fəlsəfənin özünə məxsus bir versiyasını hazırlamışdı ki, onu da mühazirə və esselərində təbliğ edirdi. Onun üçün pragmatizm belə idi. Nə işə yarayırsa, o da həqiqətdir. İşə yaramaq deyəndə isə onun nəyi nəzərdə tutduğu biraz qaranlıq idi. Əvvəllər psixoloq olsa da sadəcə elmlə deyil, həmçinin doğru və yanlış dini məsələlərlə də maraqlanırdı. Əslində onun ən ziddiyyətli yazısı din haqda idi. Jamesin yanaşması həqiqətə ənənəvi baxışdan xeyli fərqlənirdi. Bu baxımdan həqiqət fakta uyğunlaşmalıdır. Həqiqətin fakta uyğunlaşma nəzəriyyəsini doğrulaşdıran isə onun dünyanın necəliyini izaha çalışmasıdır. Pişik xalçanın üzərində oturub ifadəsi pişik xalçanın üzərində oturduğu zaman həqiqətdir və pişik durub başqa yerə gedəndə artıq həqiqət sayılmır.
Jamesin praqmatik həqiqət nəzəriyyəsinə əsasən, pişik xalçanın üzərində oturub cümləsini həqiqət edən, onun faydalı praktiki nəticələrə malik olmasıdır. Bu, bizim də işimizə yarayır. Misal üçün, pişiyin xalçanın üzərində oturduğunu bildiyimizdən, artıq cücələri xalçanın üzərinə buraxmaq haqda düşünmürük. Beləliklə, xalça üzərində pişiyin oturması nümunəsindən istifadə edərkən, bu praqmatik həqiqət nəzəriyyəsinin nəticəsi bizə o qədər də qəribə görünmür. İndi də bunu Allah mövcuddur iddiasına tətbiq etməyə çalışın. Sizcə James bu haqda nə deyərdi? Tanrı mövcuddurmu? Bu haqda nə düşünürsünüz? Əsas cavablar belə olardı. Bəli, Tanrı mövcuddur. Xeyr, Tanrı yoxdur. Və bilmirəm. Yəqin ki, siz mənim sualım haqda düşünərkən bu cavablardan birini vermişdiniz. Bu cavablardakı mövqelərin adları vardır. Teizm, ateizm və agnostizm. Bəli, Tanrı mövcuddur deyənlər haradasa ilahi bir qüvvənin mövcudluğuna və insanlar mövcud olmasalar belə, insan yaranışından öncə də həmin qüvvənin mövcud olduğuna inanırlar. Tanrı mövcuddur və Tanrı yoxdur iddiaları isə ya doğrudur, ya da yanlışdır. Lakin onların doğru və ya yanlış olmasını bizim necə düşünməmiz müəyyən eləmir. Nə düşünməmizdən asılı olmayaraq Tanrı ya var, ya da yoxdur. Bu haqda düşünərkən biz yalnız ona ümid edə bilərik ki, düşündüyümüz hər nədirsə doğrudur. James isə Tanrının mövcudluğunu fərqli analiz etmişdi. O, Tanrının mövcud olduğunu düşünürdü. Onun fikrincə, bu mövqeyi doğru edən səbəb onun faydalı olmasıdır. Belə bir nəticəyə gələrək, o diqqətini Tanrının varlığına olan inam üzərində cəmləmişdi. Bu, onun üçün vacib məsələ idi və bu mövzuda Dini Təcrübənin Variasiyaları adlı kitab yazmışdı. Həmin kitabda o dini inancın müxtəlif effektlərini araşdırmışdı. James üçün Tanrının varlığını iddia eləmək, əslində inancılı adamın belə bir inama malik olmasının faydalılığı demək idi. Bu, qəribə mövqe idi. Müəyyən mənada 12-ci hissədə tanış olduğumuz Pascalın fikrinə də bənzəyirdi. Antagonistlər Tanrının varlığına inansalar, onlar üçün bunun bir faydası olacaq. Buna baxmayaraq Pascal bizim ona inanıb inanmadığımızdan asılı olmayaraq, Tanrının mövcud olduğundan əmin idi. Tanrıya inananda isə vəziyyətin daha yaxşı olmasının buna heç bir aidiyyatı yox idi. Yuxarıda qeyd etdiyimiz fikri onun sadəcə antagonistləri Tanrıya inanmağa çağırmaq üçün bir vasitə idi. Jamesə görə Tanrının mövcudluğunu həqiqətə çevirən də ona inanmağın faydalı nəticələr verməsi idi. Bunu daha aydın izah etmək üçün Santa Claus mövcuddur fikrini götürək. Bu doğrudurmu? Doğrudanmı hər milad bayramında yekə qarın, qırmızı sifət bir kişi evin bacasından girib uşaqlar üçün hədiyyələr gətirir? Bunun doğrudan da baş verdiyinə inanırsınızsa, onda növbəti hissəni heç oxumayın. Lakin düşünürəm ki, siz Santa Clausun mövcudluğuna inanmırsınız. Halbuki həqiqətdə belə bir adam mövcud olsaydı, əla olardı. Britaniya filosofu Bertrand Russell, William Jamesin praqmatik həqiqət nəzəriyyəsini ələ salaraq deyirdi ki, öz fəlsəfəsinə əsasən James Santa Clausun varlığına da inanmalıdır. Onun belə deməsinin səbəbi, Jamesin həqiqəti həqiqət edən adamın ona inanması, onu həqiqət kimi qəbul etməsi olduğunu düşünməsi idi. Və demək olar ki, bütün uşaqlar üçün Santa Clausa inanmaq olduqca sərfəlidir. Bu, onlar üçün milad bayramını xüsusi bir günə çevirir. Onlar özlərini daha xoşbəxt hiss edir və özlərini daha nümunəvi aparırlar. Belə inam onların işinə yarayır. Lakin məsələ də burasındadır ki, nəyin həqiqət olmasının yaxşı olması ilə nəyin doğrudan da həqiqət olması arasında fərq vardır. James qeyd edə bilərdi ki, uşaqlar üçün Santa Clausun mövcudluğu yaxşı idisə, valideynlər üçün bu o qədər də yaxşı bir şey sayılmazdı. Əgər böyüklər də Santa Clausun mövcudluğuna inanmış olsaydılar, onlar milad bayramından öncə dükanlara gedib övladları üçün hədiyyə almazdılar. Və bundan sonra yalnız milad səhəri Santa Clausun mövcudluğu ilə bağlı nə isə bir problemin yaşanması ortaya çıxardı. Bəs bu Santa Clausun uşaqlar üçün mövcud olduğu, böyüklər üçün isə mövcud olmadığı deməkdirmi?
və bu həqiqəti subyektiv bir şeyə, ətraf aləmin həqiqətdə necə olması deyil, bizim onun necə qəbul etməmizdən asılı olmasına çevirməzmi? Başqa bir nümunəyə baxaq. Başqa insanların ümumiyyətlə düşünmək qabiliyyətinə malik olduqlarını mən haradan bilirəm? Şəxsi təcrübəmə əsasən özümün də cansız zombi olmadığımı bilirəm. Mənim öz düşüncələrim, hisslərim, istəklərim və s. var. Bəs başqa insanların düşüncəyə malik olduqlarından necə əmin ola bilərəm? Bəlkə onların şuuru yoxdur. Bəlkə onlar heç bir düşüncəyə və hisslərə malik olmadan avtomatik hərəkətlər edən zombidirlər. Filosofları uzun müddət narahat edən məsələ məhz başqa beyinlərdəki düşüncələr idi. James başqalarının düşüncəyə malik olmasının bir həqiqət olduğunu iddia edirdi. Əks halda biz özümüzün başqaları tərəfindən tanınmaq və pərəstiş hədəfi seçilmək ilə bağlı arzularımızı təmin edə bilməzdik. Bu qəribə dəlil idi. Belə iddia onun praqmatizmini arzu edilən düşüncəyə bənzədirdi. Nəyin doğrudan da həqiqət olmasına deyil, arzuladığınız şeyin həqiqət olmasına inanmaq idi bu. 20-ci əsrdə Amerikan filosofu Richard Rorty bu cür praqmatik düşüncəni inkişaf etdirmişdi. James kimi o da bu sözləri dünyanın həqiqətdə necə olmasını əks etdirən simvollar deyil, bizim istifadə etdiyimiz bir alət sayırdı. Sözlər bizə dünyanı kopyalamaq fürsəti deyil, onunla ayaqlaşmaq imkanı verir. O iddia edirdi ki, həqiqət sizin hazırki şəraitinizin imkan verdiyi qədərdir. Və tarixin heç bir dönəmində reallıq insana hazırki vəziyyət qədər yaxın olmayıbdır. İnsanlar dünyanı təsvir etdikləri zaman Richard əmin idi ki, onlar bu işə Shakespeare'in əsərlərini şərh etmiş kimi yanaşırlar. Hamının ümumi razılığa gələcəyi hansısa bir şərh yoxdur. Müxtəlif insanlar müxtəlif zamanlarda həqiqəti müxtəlif cür anlayırlar. Rorty hansısa bir ideyanın daima doğru olması fikrini ümumiyyətlə rədd edirdi. Ən azından mən onun əsərlərini bu cür anlayıram. Yəqin ki, Rorty bunun dələnin ağacın ətrafında dövr etməsinə dair konkret bəli və ya xeyr cavabının olmaması kimi hansısa konkret izahının da olmadığına inanırdı. Friedrich Nietzsche'nin mətnlərinin düzgün izah edib edilməməsi də maraqlı məsələdir.